Salam, hər vaxtınız xeyir. Bugün aktual olan problemlərdən danışmaq istəyirəm. Problem nədir? Köklükdən əziyyət çəkirik, qaraciyər piylənməsindən əziyyət çəkirik və eyni zamanda yenə damar tıxanıqlığı. Uşaqlarda hansı problem var? Bu dəqiqə bəstəboyluqdan hamı elə bir ki, özünə kompleks edir. Onun üçün də yenə də biz çıxış yolunu tapdıq. Yəni, insanlar həqiqətən də üz tuturlar kimyasallara və düzgün olmayan nəticələri əldə edirlər. Yəni, biz isə onun təbii yolunu, vasitəsini tapdıq və təbii necə bunu etmək lazımdır, heç bir digər orqanlara ziyan vermədən o haqda danışmaq istəyirəm. Hormonal fonu düzənləyicidir eyni zamanda. Baxın, bu morinqa. Morinqanın sirkəsi də var və onun tozu daha çox mən Azərbaycanda görmüşdüm. Amma biz onu digər xarici ölkədən meyvəsini gətirdik, meyvəsi daha faydalıdır. Boy uzatmaq üçün necə istifadə etmək lazımdır, köklükdən əziyyət çəkənlər üçün necə istifadə etmək lazımdır. Yəni, biz onların hamısını, istifadə qaydasını, vaxtını, nə qədər lazımdırsa hamısını deyirik.